Peyğəmbərin təbliğ üsulu haqqında danışarkən ilk növbədə bunu vurğulamaq lazımdır ki, Peyğəmbər sadə sözlərlə haqqı, həqiqəti insanlara çatdırırdı və bugün biz bunu bilməliyik və bunu da başa düşməliyik ki, dinlərin, həqiqətin başqa məktəblərdən fərqi budur ki, həqiqət buna iddialıdır. Bax ki, mən başqa sözlərlə insan arasında eyni məsafədə dayanmıram. Mən onun bütün quruluşuna uyğun sözəm. Bu pluralizm haqqında nağıllar filan, bunların heç birinə inanmayın. Bunlar hamısı, yəni müxtəlif fikirlər var. Dəlil, sübut, o bax ki, dəlil, sübut yaxşı şeydir. Burada səhv mənada işlənir. Yəni haqda, nahaqda yenə də deyirəm, insanla eyni məsafədədir. Bunun dəlili çoxdur, bu gəlir. Bunun üçün də bu bursunun dəlili çoxdur, bunu qəbul eləyir. Belə deyil. Din deyir, Quran deyir, Allah deyir ki, bu din sənin xəmirin bundan yoğrulub. Bu sənin üçün bir həqiqətdir, sənə yaxındır. Onun ilk imtiyazı budur. Ona görə də əvvəl gəlir sənə o doğmalığını xatırladır. Səni cəzb eləyir, özünə sağlamsın. Yox, cəzb eləmirsə, demə dəlil gətirmədi. Dinən ki, səndə problem var. Yoxsa qəbul elədikdən sonra baxırsan, görürsən ki, bütün hökmlərin hər biri də ağla uyğundur və dəlil, sübut da istəyirsən, sualın da var, ver Peyğəmbərə. O da cavablandırsın. Ud'u ilə səbilə Rabbik. Cəmaatı hikmətlə, bil hikməti, dəlil sübutla dəvət elə. Amma dəlil sübut haqqa dəvət eləməyin təməli deyil. Yəni sözüm buydu. Mən çatdıra bildim, yoxsa yox. Bu çox vacib nöqtədir, çox vacib məsələdir ki, gələcəkdə də bu mövzu haqqında danışa bilərik və bugünkü dünyanın inkar eləməyə çalışdığı sözdür. Bugünkü dünyanın burada savadlı insanlar mən tanıyıram, oturublar, onlar mütaliə ediblər də. Əsas bugünkü dünyanın əsas problemi budur ki, həqiqəti nisbeli bitirmək istəyirlər. Başa düşürsünüz? İtirmək istəyirlər. Bu Quran buna qarşı mübarizə aparıb, peyğəmbərlər buna qarşı mübarizə aparıb və bu fikir bir virusdur insanların içində yayılmaqla. Düzdür, yenə də deyirəm, əslində bundan heç nəyə də uzun müddətli nail ola bilmir. İnsanlar yenə də bir gün gələcək ki, haqla qarşılaşacaq. Ona görə deyirik, bilirsiniz, bizə elə gəlir ki, İmam Zaman dövründə bir möcüzə baş verəcək. O möcüzə indi niyə baş vermir? Yox, bilirsiniz, bir zaman gələcək ki, fürsət olacaq ki, bax bu səsküy yatacaq, sadəcə səsküy yatacaq. Nə baş verəcək ki, cəmaat iman gətirəcək? Bu səsküy yatacaq, çünki səsküy niyə yatacaq? Ona görə yatacaq ki, insanlar görəcək ki, faydasızdır. Təcrübədən keçmir. Hələ ki, keçirdə gəlib bir dayanacaq yeri olacaq. Görəcək ki, buna cavab vermir. O məqamda haqq bundan qarşılaşacaq bəşəriyyətlə. Qarşılaşmağı kifayətli ki, insanlar qəbul edəcək. Elə bir İmam Zaman dünyaya əqaid dərsi keçəcək. Dünyaya dəlil sübutla mühazirələr oxuyub öz dinini qəbul etdirəcək. Yox, bir yerə gəlib çatacaq ki, həqiqətlə qarşılaşmağı bəs eləyəcək ki, o həqiqəti qəbul eləsin. Çünki həqiqətlə insan arasında gizli bir əlaqə və doğmalıq var. Çox sağ olun.